12 illik təcrübəmdən ən çox mənə gələn müraciətlər və şikayətlərin başında qarın problemi dayanır. Bu gün biz qarın probleminə tamamilə başqa prizmalardan baxacağıq. Məncə bunu siz bəlkə də heç vaxt eşitməmisiniz, ancaq bu videodan sonra siz bir çox məsələlərin həllini tapacaqsınız və qarın probleminizi bir dəfəlik həll edəcəksiniz. Mənim qarnım niyə görə çıxıq görünür? Nəyə görə mənim alt qarnım nə etsəm də getmir? Nəyə görə mən qidalamamı da fikir verirəm, idmanımı da eləyirəm, ancaq bu qarın məndən getmir ki, getmir. Bugün mən sizə rəsmlərlə, şəkillərlə problemin səbəblərini, köklərini araşdıracağam. Amma onu deyim ki, bugünkü məsələmiz nə qidalanma ilə bağlıdır, nə elədiyimiz qarın hərəkətləri ilə, pres hərəkətləri ilə və yaxud da etdiyimiz digər idman növləri, yürüyüşlə bağlı olan bir şey deyil. Bugün biz daha dərinlərə enəcəyik. Bir çox hallarda qarşımıza elə xanımlar çıxır ki, baxırıq ki, bu xanımın kilosu tamamilə yerindədir. Heç bir formada bu xanıma artıq kilon var, çəki itirməlisən demək olmaz. Ancaq o xanım şikayət edir ki, mənim alt qarın problemim var, getməyən, heç cür qurtula bilmədiyim bu problem illərdir mənimlədir. Nə etsəm də bilirəm ki, getməyəcək və belə də qəbul etmişəm. Amma əslində altda yatan çox böyük səbəblər var. İndi istəyirəm sizə artıq çəkiniz olmasa belə və yaxud da artıq çəkiniz varsa da qarın problemini daha da çox böyük göstərən o 4 səbəbi danışım. Ümumiyyətlə səbəblərimiz çanağın və onurğa sütununun quruluşu ilə bağlı olacaqdır. Bu videonu diqqətlə izləyin həqiqətən də. Çünki videonun sonunda artıq onurğa sütunu necə olmalıdır, çanağımda hansı problemlər mənim qarın problemlərimi yarada bilər, onları açıq-aydın biləcəksiniz. İlk olaraq mən istəyirəm sizə anterior pelvic tilt problemindən danışım. Azərbaycan dilində qabağa doğru əyilmiş çanaq sindromu adlanır. Gəlin mən bununla sizə belə bir misal göstərim. Bizim çanağımız əslində simmetrik və eyni hüdudlarda qalması gərəkən bir boşqabdır deyək. Əgər bizim çanağımız arxaya və yaxud da qarşıya doğru əyilsə, mən bunu profildən göstərirəm. Sanki profildən oturmuşam. Bu şəkildə biz bunu nəzərimizdə saxlayaq. Əgər çanaq qarşıya doğru əyilsə, artıq bu birbaşa olaraq bizim onurğa sütununun strukturunu korlayacaq və bizdə birbaşa qarın problemi yaranacaq. Şəkildə də gördüyünüz kimi çanaq qarşıya əyiləndə artıq avtomatik olaraq qarın əzəlləri boşalır və biz həmin əzəlləri artıq saxlamaq gücündə olmadığımız üçün qarın boşluqda qalmağa başlayır və sizin ola bilər ki, heç artıq çəkiniz yoxdur. Qarın nahiyəsində ola bilər ki, heç bir formada artıq piy yoxdur. Artıq burada bütün sistem pozulur və qarın boş qala-qala artıq sizdə qarın problemi daha da önə çıxmış sayılır. Bu anterior pelvic tilt, yəni qarşıya doğru əyilmiş çanaq problemi həll yolu çanağı düzgün yerinə qaytarmaqdır. Yəni bunun üçün biz artıq çanaq üçün nəzərdə tutulmuş, onurğanın aşağı hissəsi üçün nəzərdə tutulmuş xüsusi hərəkətləri, xüsusi nəfəs ardıcıllığı ilə etməliyik ki, çanaq düzəlsin. İnanın ki, çanaq düzələn kimi alt qarın yerinə gələcək və bunu da deyim ki, indi sadalayacağım problemlərdən biri mənim şəxsən ikinci dəfə ana olduqdan sonra yaşadığım bir problem olub və ona görə mənim alt qarın problemim təxminən 1 il 6 ay mənimlə olub və mən artıq həmin vaxtlarda düşünürdüm ki, yəqin ki, mənim bu alt qarın problemim hər zaman mənimlə qalacaq və getməyəcək, amma artıq kökü tapandan sonra problemi həll elədim. Birinci məsələmiz anterior pelvic tilt idi. İkinci məsələmiz, ikinci problemimiz isə posterior pelvic tiltdir, yəni arxaya doğru çanağın əyilməsi. Bu şəkildə hiperlordoz problemi də önə çıxır. Bu insanlarda bel ağrıları həddindən artıq çox olur. Əslində kənardan bir qədər bənzər görünür, ancaq posterior pelvic tiltdə bizi narahat edən məsələlərdən biri də odur ki, bel sanki boşluqda olur bu nahiyə və çanaq həddindən artıq ekstremal bir şəkildə geriyə çıxır və artıq belə deyək, bu hissədə əyilmə baş verdiyindən ön hissə yenidən toparlana bilmir və burada boşluq və daxili təzyiq, qarın boşluğundakı daxili təzyiq sizin artıq qarın probleminizi gücləndirmiş olur. Yenidən burada əsas məsələ çanağı stabil vəziyyətlə geri qaytarmaqdır, onurğa ilə işləməkdir və bu ikisi ilə işləyən kimi birbaşa olaraq problem öz həllini tapır.
Üçüncü məsələ, əslində üçüncü məsələdə biz daha çox alt qarın yox, qalınlaşmış bel, böyrəklərin üstündə yığılmış pik hissələri olur. Bəzi xanımlarda çox əziyyət çəkirlər, çox narahatçılıq göstərirlər buna görə. Bu məhz indi deyəcəyim problem məhz onunla bağlıdır. Bu isə asimetrik çanaq sindromudur. İndi isə gəlin çanağı nəzərdə tutaq ki, düz proyeksiyada görürük. Əgər çanağın sağ hissəsi sol hissəsindən yuxarıda və yaxud da sol sağdan yuxarıdadırsa, artıq yuxarı hissədə, çanağın yuxarı hissəsində, yəni bizim bel ətrafı zonamızda bir asimetriya yaranır və bu asimetriya özünü balanslaşdırmaq üçün bir hissəyə daha çox təzyiq, bir hissədə daha çox sıxılma, gərginlik yaradır və beləliklə həmin nahiyə başlayır sizin istəmədiyiniz bir vəziyyətdə görünməyə. Dediyim kimi, böyrək üstü, love handles ingilis dilində bu problemə bu cürə də deyirlər. Yəni simit bölgəsi, türklər də belə deyirlər. Azərbaycan dilində hələ də bunun bir adı yoxdur. Biri simit deyir, biri love handle deyir. Bizim dilimizdə o söz olmasa da belin qalınlaşması sindromu məhz çanağın asimetriyasından irəli gələn bir şeydir. Çanaq simmetrik olanda artıq onun üstündəki olan qarın hissəsi rahatlanır, təzyiqi sıfıra enir və beləliklə qarın problemi yoxa çıxır və bel çox gözəl bir formada incəlir. Bizim möhtəşəm bir nəticəmiz olmuşdu bu məsələ ilə bağlı. Hansı ki, xanımın ilk olaraq proqramdan öncə şəklinə baxsanız deyərdiniz ki, bu xanımın beli genetik olaraq qalındır və ömür boyu mümkün deyil ki, bu xanımın beli incələ bilər. Ancaq biz beli inanılmaz dərəcədə çox gözəl bir şəkildə incəltmişdik. Mən o şəkili tapsam, burada videoda editdə yerləşdirəcəm və bilin ki, həqiqətən də asimetrik çanaq, ümumiyyətlə çanağın önə, arxaya doğru əyilməsi nə dərəcədə problem yarada bilir. Və dördüncü məsələ yuxarıda olan problemdir. Rounded shoulders və yaxud da ki, forward head tilt hər ikisi birləşəndə daha da çətinləşə bilər vəziyyət. Məsələ nədir? Çiyinlərin yumrulanıb qarşıya doğru düşməsi və bu artıq belə deyək bizim sinə əzələlərimizi sıxır, sinə daim gərgindir. Kürək lazımından çox genişlənib və genişləndiyi üçün artıq çiyinlərinizə belə deyək bir müəyyən bir formada ağırlıq verir. Bu baxımdan çiyinlərinizi siz hər yadınıza salanda arxaya versəniz də o yenə də gəlir qarşıya düşür və beləliklə burada olan boşluq alt qarını təzyiqlə yuxarı çölə çıxarır və beləliklə qarında yenə deyirəm piylənmə olmasa belə sanki qarnınız varmış kimi görünür. Bu yüzdən biz burada nə üzrə işləyirik? Sinə əzələlərini, öndəki olan kor əzələlərini işləyib, açıb vəziyyəti rahatlatdırıq. Yəni əsasən kürəkdən çox biz önlə işləyirik və bütün bunlar hər biri detal və yenə dediyim kimi, ən başında dediyim kimi nəfəs elementləri ilə güclənir. Buna görə də qarın problemlərinin kökündə duran məsələ məhz çanaq və onurğadır. Bunu artıq yenə deyirəm minlərlə nəticəmiz olandan sonra, qarın problemləri ilə işlədikdən sonra görəndə əmin oluram ki, məhz qarın problemlərinin kökündə dayanan 70-75% məsələni həll edən şey məhz qamətdir. Mənim hekayəm isə belədir ki, mən ikinci doğumdan sonra süd vermə mərhələsi yaşamışam, bütün normal, yəni analar kimi və süd verən ana körpəsini qucağında daima bu şəkildə saxladığından mənim rounded shoulders, yəni qarşıya doğru əyilmiş çiyin sindromum yaranmışdı. Baxmayaraq ki, mən idman eləyirdim, həftənin 5-6 günü idmanla məşğul idim, sağlam qidalanırdım. Hər bir idmanım da, qidalamam da tam-tamına yerində idi, hətta yuxum belə yerində idi. Ancaq özüm nisbətən bunun fərqində olsam da, yəni çiyinlərimin pozisiyasının fərqində olsam da, onun alt qarnıma bir təsirinin olacağını düşünmürdüm. Yəni avtomatik düşünürdüm ki, sadəcə qamətim yaxşı deyil. Amma mən bilmirdim ki, bu qamət problemi mənim alt qarnımı saxlayan məsələdir. Daha sonra isə mən artıq doğumdan sonra qadın bədəninin fizioloji dəyişimi və bərpası proqramını aldıqdan sonra və bunu təcrübə olaraq nəfəs təlimi ilə taclandırdıqdan sonra bunun hamısının fərqinə vardım ki, sən demə mütləq bir şəkildə qarın problemlərini işləmək üçün mütləq qamətlə çalışmaq lazımdır və qamətlə çalışarkən mütləq düzgün nəfəs almaq lazımdır. Həqiqətən də düzgün nəfəs almayan bədən həbsxanada olan bir bədəndir, təzyiqdə olan bir bədəndir və mütləq bir şəkildə bizim bədənimizi dəyişməyimizə ehtiyac var və buradakı ehtiyac sırf hər zaman etdiyimiz idmanlar və qida
qidalanmadan ibarət deyil. Bəli, onların öz yeri var, ancaq qamət praktikalarının, nəfəs praktikalarının daha da çox böyük önəmi var ki, məhz xanım olaraq bizim bədənimizi elastik, incə, gözəl və relyefli eləsin. Bunun üçün əgər siz bu gün qərar verib mənimlə birgə addım atmaq istəyirsinizsə, 27 oktyabr düz qamət proqramımız başlayacaq. Bu proqramımız unikal bir proqramdır, çünki biz bu proqramda həftəlik hər gün olaraq qamətimizlə müəyyən elementlərlə çalışırıq. Paralelində digər idmanlarımızı edirik. Paralelində çox doyumcul, yəni qəti bir şəkildə ac qalmayacağınız və çox rahat hər kəsin, yəni rayonlardan, kəndlərdən belə qoşulan xanımlarımız var ki, yəni ərzaq çatışmazlığı problemi heç bir formada yaşamırlar və rahatlıqla proqramımızda iştirak edirlər və möhtəşəm nəticələr alırlar. Ümumiyyətlə, bizim fitness transformasiya proqramının özəlliyi ondan ibarətdir ki, biz heç də ənənəvi idmanlarla getmirik, biz hibrid texnikasından istifadə edirik, hansı ki, biz burada bir çox instrumentlərlə bədənimizi dəyişirik və buna görə də nəticələrimiz bu qədər sürətli, bu qədər effektiv və bu qədər rahat olur. Hər birinizi gözləyirəm. Proqrama qoşulmaq üçün aşağıda infoda və rəylər bölümündə sizin üçün bir link qoyacağam. Mütləq bir şəkildə izləyin və videonu bəyənsəniz, mütləq qarın problemi olduğunu düşündüyünüz bütün dostlarınıza videonu tövsiyə eləməyinizi çox istərdim. Hər birinizi sevirəm. Növbəti videolarda görüşənə qədər.